İrandan Azərbaycana qayıdan yük avtomobillərinin tədricən buraxılışına başlanılıb. Nazirlər Kabinetinin qərarına əsasən Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədi ilə giriş-çıxış müvəqqəti olaraq dayandırılıb. Bildirilib ki, bununla əlaqədar hazırda İrandan Azərbaycana qayıdan, Azərbaycana məxsus yük avtomobillərinin, həmçinin Azərbaycandan İrana qayıdan, İrana məxsus yük avtomobillərinin Astara, Birəsuvar və Culfa dövlət sərhəd buraxılış məntəqələrindən buraxılışına başlanılıb. Avropa İttifaqı İranın Naxçıvana pilotsuz uçuş aparatları ilə hücumlarını qətiyyətlə pisləyərək mülki infrastruktura zərbələri qəbul edilməz adlandırıb və münaqişənin yaxın şərqdən kənara çıxması riski ilə bağlı xəbərdarlıq edib. İsrail İranın infrastrukturuna 15-ci hücum dalğasına başlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir. İsrail Müdafiə Qüvvələri Tehranda və İsfahanda İran terror rejiminin infrastrukturuna yeni hücumlara başlayıb, qeyd olunub. İsrail hava məkanı martın 8-dən tədricən açılacaq. İsrail bazar günü martın 8-dən etibarən ölkənin hava məkanında uçuşları tədricən bərpa etməyə hazırlaşır.